Yüksələn tərəzilərdə bu birbaşa öz üstündə hiss olunan təsirdir. Çünki birinci evdədir, əsasən özünə əlaqədar edəcək. Demək ki, səhnədə olacaqlar onlar da bu dönəmdə. Fiziki görünüş ola bilər, vizual görünüş ola bilər, ümumiyyətlə ümumi sağlamlıq ola bilər. Tərəzilər buna daha çox diqqət etməlidirlər. Özəlliklə baxırıq ki, yüksələn əqrəblərdə bu şəfalanma və reabilitasiyadır. Əqrəb zaten yenidən doğuşun simvoludur astrologiyada və bu səbəbdən daxili təmizlənmə onun ən yaxşı bacardığı işdir ki, bu dönəm onu daha da bir qlobal hiss edə biləcək. Keçmişi buraxmaq və yenilənmək zamanı da əqrəblər üçün olacaq. Yüksələn oxatanlarda bu sosial çevrədir, dostluqlardır, gələcək planlarıdır əsasən. Özəlliklə dolunay hədəflərini yenidən bir qiymətləndirmə fürsəti verəcək onlara. Yəni daha çox nə istəyirdilər, nə yaşayırlar, bunları bir analiz edəcəklər bu dolunayla. Yüksələn oğlaqlarda bu karyeradır. Karyera zaten oğlaqın digər adıdır. Status və daha çox belə deyim, güclü bir tamamlanma enerjisi ilə baş-başa olacaqlar. Eyni zamanda mühüm qərarlar verə bilərlər iş və karyera ilə əlaqəli. Yüksələn dolçalar. Bunu xüsusilə dinləyin, çünki keçən dəfə dediniz ki, dolçalı demədiniz. Dolçalar, bizi. Təhsil, xarici bağlantılar, səyahətlər. Səfər edin Xədicə xanım. Nə gözəl. Dünya görüşü ümumiyyətlə mövzularında xüsusilə aydınlanma olacaq. Böyük bir fikir dəyişikliyi və yaxud da yeni bir səfər planı gündəmə gələ bilər. Necə hiss edirsiniz, məni fikir verirsiniz Allah. Ay Allah deyən olsun da görək inşallah. Və yüksələn balıqlarda bu ortaq maliyyə sahələridir. Əsasən bu dönəm xüsusilə də kreditlər, borclar və s. bunlarla əlaqəli tamamlanmalar yaşana bilər. Amma əsasən emosional bağlılıqlar gündəmdə olacaq. Bilirsiniz, balıqlar çox həssasdır və demək ki, dolunay onları daha çox təsirləndirəcək. Maddi paylaşımlar, özəlliklə də dərin emosional transformasiyalar bu dönəm onlar üçün də gündəm olacaq. Xeyirlisi ilə yaşasınlar.